Tanınmış TikToker Timo Hüseynzadə yeni ev arayışındadır. Belə ki, Baş şəhərində yeni almış olduğu evdən razı qalmayan və yeni ev arayışında olan Timo Hüseynzadə baxdığı evlərdən məmnun qalmadığını və əlindəki pulun dəyərinin itirdiyini, maklerlərin onun aldatdığını bildirib. Belə ki, bir həftə ərzində təzə ev tapa bilmədiyi təqdirdə Bərdəyə qayıdacağını bildirib. Biləcəriyə də baxdım uşaqlar. Biləcərinin qabağını bəzirlər, arxası elə bir yəni Somalidir. İstəmirəm. Çox yorğunam, zehnim yoruldu, başa düşürsünüz. Ümumiyyətcə yoruldum. Ruhum yoruldu, əqlim yoruldu, zehnim yoruldu, beynim yoruldu, hər şey yoruldum ümumiyyətcə. Gördüm o qiymət evi yoxdur, bala. Şişirdilmiş qiymətlərdir. Bir insan tüyüxini satırlar, ay qardaş. Ay millət, ay cəmaət, tüyüxini satırlar 34 minə. Allah səni saxla. Bu hara baxır, bu statistika hara baxır? Bunu niyə nizamlamır, ay qardaş? Bunu niyə nizamlamır? Bəs kasıflar nə arasın, ölsün, yaşamasın. Bir saniyəlik şəkil qoyum. Bunu qoyduq, bir dəqiqə. Az balacasını da tapa bilirəm ki, alam. Uşaqlar, evin içinə girirsən, iyi verviyləni, kifdən, mifdən, təsəvvürə gömbələm göğərib. Dağılıb, bir yaşlar da. Yo sürücü hiç neyim diyor şu an. Dostum diyor. Ağıl dərdən kef çəkmirəm, Bakıda yaşamaq istəyirəm. Pravam var, ha. Amma bilmirəm hardadır. Mehtapata da baktım. Benim en beğendiğim yer bülbül oldu. Çok güzel. Bülbül çok güzeldi. Bakırsan ki insanları səviyyəli, yol yerisi gözəl, təmizliyi gözəl, bülbül çok güzeldi. Bülbülə. Saat neçə? Bəli ölçəcəm. 4-də. Saat neçə alım? Balxan. Bax bunlar Balxan ya. Evlər var idi ancaq Müzqanın yanında, zibilxanaların qırağında. Belə qalıb, neçə də bərd olar? 11'e qalır. 2 də qalır. Şuradan. TikTok'a girsən. TikTok'um var. Ha. Baxsam mı? Onunla elə gecələr biraz girirəm. Qabağına çıxıram. Dərsən olursan, önemli. Söyləyərəm. Baxar.
Çaxaniyada da başım qaçı şeyə. Həm damına yazıdan, həm uşaqlarla gedirəm ona bura. Ona görə qalır. Ne var götün koy görüm indi bax bu ev eğer bax bir bayaq getdiyim ev razılaşsa tez çıxsalar, məsələn 1-2 günə, 3 günə tez çıxsalar, mən o evi alıram, götürürəm. Yox, əgər tez çıxmırlarsa, yəni başqa evlər var da, çünki işimi də bilim mən. Yəni danışmalıyıq, danışıqlar aslında. Qoy görək bəlkə razıdırlar, bəlkə razı deyirlər. Onlar da ev taparlar da uşaqlar. Elə mən dedim çıxınlar, cəmaət çöldə qalmayır uşağa. Onlar gəlsinlər, yığışsınlar bura, mən də gedim yığışım bura. Onlar özləri ev almışam. Çünki biz ximiyalara gedəcəyik uşaq. Mən əslində tələsən adam deyiləm, tələsdirən də deyiləm kimsə. Prosto mənim anam ximiyaya da gedəcək uşaqlar. Ona görə mən tələsdirəm. Özdə elə gözəl insanlar idi ki, ev sahibi var. Adama mən ən birinci, mən getdim evə, xanım evdə yox idi, uşaq idi, qapının uşağı oldu. Uşaq özümə elə gülümsədi ki, Allah dedim mən bu evi istəyirəm, evin içinə baxmamışdım. Uşaq qabağım, uşaq deyil bir mələk. Hə, dedim ama mən bu evi istəyirəm. Heç evin içinə girməmişəm. Girdim, baxdım, gördüm, dedim mən istəyirəm. Yəni, ay xanım, burada mənə baxırsınızsa, bilin ki, o evi almağıma vasitəçi o uşaqdır. Elə bir mələyimiz var evdə, Allah haqqı. Neçə otaqdır? Elə bir zal studiyadır, studiya ediblər. Allah pa eləmək az uşaq bilsən, uşağın üzrə nur yağır. Uşaq çox gözəl, mədəni, ağıllı, belə danışır, danışır, para çıxır, uşaq danışır qabiliyyəti danışır belə. Mədəniyyətdir. Halal olsun bu qadına. Deyir ki, ay uşaqlar, o deyirlər, məsəl üçün, filan kəsin uşaq belə oldu, qan xarabdır, dədəsi şey belədir, elədir. Bax, elə qan xarablar var ki, uşaqlar elə mədəni, elə tərbiyəli, elə gözəl olur ki, elə də ailələr var ki, ali savadlı, mədəniyyətli, mədəni, uşaqlar gedir, narkoman çıxır, nə bilim, cındır çıxır. Amma Allah haqqında belə şeylər olur. O, uşağın özündən aslında, yaradışında, yaradan, yəni elə yaradılmış, başa düşdünüz. Bax, biri mən, dedəm cındırevla, narko uşaq, ondan sonra. Amma mən gördüm, sən gözəl uşaq çıxdı. Ne narkoman deyiləm, ne alkaş deyiləm, ne gəzəyəndi deyiləm, ne pozğun deyiləm, ne əxlaqsız deyiləm, ne onu buna çalışdırmıram, ne bunu ona çalışdırmıram. Heç nə sakitcə canımı açıram, deyirəm, gülürəm, camaatın üzünü güldürəm, canımı bağladım, yıxılıb yatıram. Mənim, eşidirsiniz mənim canlıdan sonra başqa mənim özəl həyatım yoxdur. Mənim dəyərli izləyicilərim. Mənim özəl həyatım evimdir. Vəssalam. Hə, indi sizə nə danışacağam? Mənə yazırlar, məndən soruşurlar ki, sənin bu təmizliyin hardan irəli gəlir? Mən uşaq vaxtı anam o qədər paltar yuyurdu. Bütün bizim paltarlarımızı, evin eşiğin paltarlarını, bütün dünyanın paltarlarını yuyurdu. Əli ilə yuyurdu da, maşınımız zadımız yox idi. Sonra mən paltarları mən yumağa başladım. Dedim eşi, anam niyə əziyyət çəksin, niyə bu zülümü çəksin? Bir ton paltar yuyurdu, dünyanın paltarını yuyurdu. İnanırsan, ağappaq pastelləri yuyurdu, qafqara qaraldırdıq. Ağappaq pastelləri yuyurdu. Da əli ilə yuyurdu, ağappaq. 5 dəfə suya çəkirdi suyun altında. Sonra mən başladım paltarları yumağa ki, yox, anam əziyyət çəkir, zülüm çəkir. Mən böyüyəndə nə bilim paltar yuyan alacağam, bunu alacağam, onu alacağam. Neyse, indi anamın da paltar yuyanı var, mənim də paltar yuyanım var. Yenə də dünyanı yuyuram. Sonra yavaş-yavaş başladım həyəti təmizləməyə. Sonra yavaş-yavaş başladım həyətdən sonra küçüyə düşdüm. Küçədən sonra düşdüm qonşuların qapısının ağzını təmizləməyə. Qonşuların qapısının ağzını təmizləyəndən sonra gedirdim 5-6 ev ayna təmizləyə gedirdim ki, eşiyimi zibil külək vurub gətirməsin mənim qapının ağzına. Neysə, sonra gözünə döndüyüm, gedirdim. Bir də baxırdım, gözümü açırdım ki, yoxam. Ev görsənmir. Neysə, elə, indi məndə psixoloji durumlar yaranıbdır, təmizliklə bağlı. İndi mən təmizləyə gedirəm küçəni, ayaqqabı geyinirəm, yuyuram, təmizləyirəm ayaqqabını, geyinirəm ayağıma, gedirəm başqa yerdə, hardasa taksi ilə düşürəm, deyirəm, ay Allah, bura kirlidir, mən burada düşmək istəmirəm. O vəziyyətə gəlib çatmışam ki, ayağıma klok keçirdim gəzəm. Da vəziyyət o dərəcədədir. Yəni sizə deyim, Mirçəyə də gördünüzsə, yəni sonra deməyin ki, bax, bunun təmizliyinə bax, Mirçəyə bax, qapını açıq qoymuşum. Bakının Mirçəyidir. Bax, indi məndə psixoloji durumlar yaranıb. İndi nə qayırım, neyiniyim onu bilmirəm ki, bunu aradan qaldırım. Ev eşik təmiz, gül kimi, çiçək kimi, hər şey çiçək kimi, həyətim çiçək kimi düşürəm deyil, yola.
Yolu təmizləyirəm, görürəm yox o birisinin qapısının ağzı kirlidir. Gedirəm o birisinin qapısının ağzını təmizləyirəm, gedirəm bu birisinin qapısı ağrır. Elə, gedə gəzə, təmizləyə, gedirəm deyə ağız ayını çıxıb gedirəm. Özüm də bilmirəm hara gedirəm. Bir də başımı qaldırıram ki, yoxam. Ev görsənmir, Allah bir hara girib çıxmışam. İtirəm, azıram. Başa düşdünüz məni? Bax mənim təmizliyim bax budur. Bundan irəli gəlir. Psixologiya, bilgiyə. Kimsə evimə gəlir, başa düşürsən, bütün evi təmiz, dərindən təmizləyirəm. General Niborg eləyirəm. Nə bilim, bilmirəm. Nə ayıracam? Başıma nə gələcək? Onu bilirəm ki, domestos. Ərimin dərisini qopardıq. Sağ ol.